Efirimiz davam edir. Türk Dövlətləri Təşkilatının nüfuzu artır. Təbii ki, bu nüfuz təkcə Türk dünyasına əhatə eləmir, eyni zamanda da qlobal miqyasda da genişlənir və qlobal gücə çevrilir. Elə bizim də söhbətimiz bu istiqamətdə olacaq. Qonağım millət vəkili Cavanşir Feyziyevdir. Cavanşir müəllim, xoş gördük sizi. Xoş gördük. Təbii ki, bir neçə gün bundan əvvəl Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv olan, yəni dövlətlərin qeyri-rəsmi zirvə görüşü keçirildi və o zirvə görüşünün də yekununda Budapeşt bəyannaməsi imzalandı. 71 bənddən ibarət Budapeşt bəyannaməsi. İstərdim ki, bu həmin o bəndlərin bir neçəsinə nəzər salaq. Ümumiyyətlə, bu bəyannamənin imzalanması Türk dövlətlərinə nə verəcək? Onların bir çox istiqamətlərdə əlaqələrini nə dərəcədə gücləndirəcək? Birincisi, bu qeyri-rəsmi zirvə görüşünün tarixindən danışaq məncə. Çünki bu birinci dəfə keçən il bizim Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda olmuşdu. Bu ikinci qeyri-rəsmi zirvə görüşüdür Türk dövlət başçılarının. Amma onu qeyri-rəsmi zirvə görüşü adlandırsaq da, əslində müzakirə olunan məsələlərin miqyası, məzmunu etibarı ilə heç də rəsmi zirvə görüşlərindən geri qalmadı. Çünki sizin də dediyiniz kimi 71 bənddən ibarət yekun bəyanatı imzalanıb ki, bu yekun bəyanatı da kifayət qədər geniş məsələləri əhatə edib. Və burada nə məsələlər var? Bu yekun bəyanatında ümumiyyətlə Türk dünyasında gedən inteqrasiya proseslərinin müxtəlif istiqamətləri müəyyən olunur və bu istiqamətlərdə görüləcək və ya görülməli olan işlər sadalanır, göstərilir. Və biz bu bəyannaməyə baxanda görürük ki, Türk Dövlətləri Təşkilatının mövcud olduğu 16 il ərzində artıq hiss olunur ki, Türk Dövlətləri Təşkilatı çox öz evolyusiya təkamülünün çox mühüm bir mərhələsinə qədəm qoyur. Bu təşkilat əslində 2009-cu ildə Naxçıvan sazişi ilə Türk Əməkdaşlıq Şurası kimi yaranmışdı. Amma Vətən müharibəsindən sonra 2021-ci ildə Türk Dövlətləri Təşkilatı adlandırıldı. Və bu yarananda da, hətta bu təşkilat yaranmamışdan daha öncə Türk dilli ölkələrin dövlət başçılarının zirvə görüşü vardı ki, 92-ci ildən başlayaraq keçirilirdi. Və bu görüşlər artıq 30 ildən çoxdur davam edir və biz burada hadisələrin hansı istiqamətdə və hansı sürətlə getdiyini çox rahat müşahidə edə bilirik. Bəzən bizə elə gəlir ki, Türk dövlətləri arasındakı inteqrasiya prosesləri mümkün olduğundan daha ləng gedir. Bəzi adamlar, xüsusilə Türk dünyasını sevən və bizim gələcəyimizlə bağlı çox nikbin fikirdə olan insanlar tələsirlər, istəyirlər ki, bu proseslər daha da sürətlənsin və s. Bax, həmin sürətlənmə anı məhz bu zirvə görüşündə hiss olundu. Və ona görə də deyə bilərək ki, bu zirvə görüşü Türk dövlətləri arasındakı inteqrasiya proseslərinə xüsusi bir təkan vermiş olacaq. Niyə görə? Çünki bu görüşdə müzakirə olunan məsələlər birincisi, bayaq dediyimiz kimi, əvvəlki görüşlərdən fərqli olaraq daha çox sahələri əhatə etdi. Və xüsusilə Türk dövlətləri arasında indiyə qədər davam etmiş ticari, iqtisadi əlaqələr, mədəni-humanitar əlaqələr müzakirə olundu, onların mövcud vəziyyəti müzakirə olundu və nə etmək lazım olduğu haqqında fikir mübadiləsi aparıldı. Və hətta orada verilən açıqlamalardan aydın olur ki, əgər bir müddət əvvəl Türk dövlətləri arasındakı ticarət həcmi onların ümumdaxili məhsulunun cəmi 3%-ni təşkil edirsə, indi bu ticarət həcmi 7%-ə çatdırılıb. Və bu qeyri-rəsmi görüşdə qərarı alındı ki, yaxın gələcəkdə onu 10%-ə çatdırmaq istiqamətində işlər aparılmalıdır. Və bu, əlbəttə, bu nəyə gətirib çıxaracaq? Vahid Türk iqtisadi bazar məkanının yaranmasına. Vahid iqtisadi məkan olmalıdır ki, biz hansısa bir birlikdən danışa bilək. Çünki siyasi birliyi təmin etmək üçün əvvəlcə onun iqtisadi əsasını yaratmaq lazımdır. İqtisadi əsas o zaman yaranacaq ki, Türk dövlətləri arasındakı ticari iqtisadi əlaqələr həmin dövlətlərin digər ölkələrlə etdiyi, həyata keçirdiyi əlaqələrdən daha çox olsun. Yəni, biz öz malımızı Türk dövlətlərinə satırıq, Türk dövlətləri öz mallarını bizə satırlar. Yəni, ilk növbədə, ilk ticarət tərəfdaşlarımız, ilk
biznes tərəfdaşlarımız türk dövlətlərindən olsun. Bax, bu ticarət dövriyyəsinin artımı, ümumdaxili məhsula nisbətdə artımı bu deməkdir. Vahid iqtisadi məkanın yaradılması deməkdir. Vahid iqtisadi məkan yaradılmadan da əlbəttə vahid siyasi platforma haqqında danışmaq biraz tez olur. Bəli. Ona görə buna baxmayaraq, vahid siyasi platforma yaradılması üzərində də işlər gedir. Məsələn, Türkiyə və Azərbaycan arasında Şuşa bəyannaməsinin imzalanması elə vahid siyasi platformanın yaradılması deməkdir. Bəli. Və yaxud digər türk dövlətləri ilə hansısa spesifik sahələrdə, məsələn, hərbi texniki əməkdaşlıq olsun, iqtisadi sahələrdə əməkdaşlıq olsun, bunlar artdıqca tədricən biz vahid siyasi platformanı yaradırıq. Amma bu əlbəttə bir gündə, bir ildə, 5 ildə yaranan bir məsələ deyil, bu illərlə. Baxın, Avropa Birliyi 70 ildən artıqdır yaranır və hələ də yaranır. Doğru. Amma biz isə bunu başlamışıq, bayaq dediyimiz kimi 92-ci ildə Türk dilli ölkələrin dövlət başçılarının zirvə görüşü ilə. Və indi biz artıq 30 illik bir yol keçmişik. Bu yol əslində mövcud dünyadakı, qlobal arenadakı mövcud vəziyyətə uyğun şəkildə və məntiqə əsaslanan miqyasda aparılır. Ola bilər ki, biz bugün etdiyimizi 10 il qabaq edə bilməzdik. Yəni, bu əks nəticə verə bilərdi. Ona görə də bu dinamikanı, 30 illik dinamikanı izləyəndə biz görürük ki, dövlət başçılarımız doğrudan da çox təmkinli, məntiqli şəkildə türk dövlətlərinin inteqrasiyasını həyata keçirirlər. Bu qeyri-rəsmi görüşdə müzakirə olunan məsələlərdən biri də yeni sahələrdə, fəaliyyət üçün açılan yeni sahələrdə əməkdaşlıq etməkdir. Bu nədir? Bu, məsələn, kosmik araşdırmalar sahəsində əməkdaşlıq, hərbi texniki əməkdaşlıq, yaşıl energetika üzrə aparılan fəaliyyətlərdə əməkdaşlıq, kiber təhlükəsizlik sahəsində əməkdaşlıq. Bu sahələr ümumiyyətlə dünyanın bütün bölgələrində hal-hazırda çox trend olan əməkdaşlıq sahələridir və həm də cəmiyyətin ümumilikdə inkişafını müəyyənləşdirən sahələrdir. Əgər biz bu sahələrdə inkişafdan geri qalsaq, o zaman yenə də digər inkişaf etmiş dövlətlərin bizə verəcəyi xidmətlərdən istifadə etməyə məcbur olacaq. Amma bir də var ki, bu xidmətləri biz özümüz yaradaq, türk dövlətləri özləri yaratsın. Ona görə də, məsələn, Türkiyənin kosmik araşdırmalar sahəsində və yaxud hərbi sənayinin inkişafında əldə etdiyi nailiyyətlər əslində bütün Türk dünyasında ən uğurlu bir nümunədir və ona görə də Türkiyənin bütün Türk respublikaları ilə bu sahələrdə birgə əməkdaşlığı bütövlükdə Türk dünyasının bu fəaliyyət sahələrində də lazımi uğurlar qazanmasına gətirib çıxara bilər. Eləcə də yaşıl energetika məsələsi. Yaşıl energetika bizim Türk coğrafiyasında yaşıl energetikanın inkişaf etdirilməsi üçün kifayət qədər potensial var. Ən ucqar ölkədən başlasaq, Qırğızıstandan tutmuş, bütün Mərkəzi Asiya ölkələri və Azərbaycan ərazisində həm günəş enerjisindən, həm külək enerjisindən, həm hidroenerjidən istifadə etmək mümkündür ki, bunlar da yaşıl enerji potensialını yaradır və bu potensialı düzgün dəyərləndirərək Azərbaycan Prezidenti, xatırlayırsınız, 2 il əvvəl Avropa Birliyinin, Avropa Komissiyasının sədri von der Leyen'lə bir anlaşma memorandumu imzaladı. Azərbaycan, Gürcüstan, Rumıniya və Macaristan, səhv etmirəmsə, bu istiqamət üzrə yaşıl enerjinin ötürülməsi haqqında və Qara Dənizdən keçməklə elektrik kabelinin Avropaya aparılması. Bütün bunlar Azərbaycanı və bütövlükdə türk dövlətlərini qlobal ticarət arenasına çıxarır, qlobal siyasət arenasına çıxarır, qlobal iqtisadi rəqabət meydanına çıxarır və bizi daha rəqabət qabiliyyətli edir. Biz köhnə texnologiyalarla tutaq ki, əldə etdiyimiz məhsulları dünya bazarına çıxardırıq, satırıq. Bu, hazırki dövrə uyğun bir tələbdir və hazırki dövrə uyğun bir ticarət dövriyyəsidir. Amma biz görürük ki, gələcək
getdikcə daha çox elektronlaşır, daha çox yaşıllaşır və ona görə məhz bu istiqamətlərdə öz sənaye sahələrimizi inkişaf etdirməliyik ki, biz dünyaya lazımlı olaq əməkdaşlıq üçün və bütün dünya ilə əməkdaşlıq edə bilək. Və ona görə də necə ki, qazıntı enerji yataqları ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynuyordu. Eləcə də yaşıl energetika məhsulları ilə Azərbaycan və eləcə də digər türk dövlətləri Avropanın enerji təminatında, eləcə də Asiyanın enerji təminatında mühüm rol oynamağa iddialıdır. Və bu iddiaları həyata keçirmək üçün bizim birgə fəaliyyətimiz lazımdır, birgə səylərimiz lazımdır. Mərkəzi Asiyada olan təbii resurslar, istər qiymətli metallar olsun, istər enerji resursları olsun, kifayət qədər çoxdur. Onlar kifayət qədər zəngin ölkələrdir. Amma bu resurslardan nə qədər səmərəli istifadə etmək mümkündür? Bu, həmin dövlətlərin elmi texnoloji nailiyyətlərinə bağlıdır. Bax, bu elmi texnoloji nailiyyətləri yaratmaq üçün də Türkiyə ilə bütün digər türk dövlətlərinin birgə fəaliyyət göstərməsi və birgə araşdırmaların aparılması, yeniliklərin, know-howların birgə tətbiq edilməsinə ehtiyac var. Və bütün bunlar həm də eyni zamanda siyasi nöqteyi nəzərdən bizim dövlətləri bir-birinə daha da yaxınlaşdırır və birləşdirir. Beynəlxalq təşkilatlarda bizim vahid mövqedən çıxış etməyimiz zəruridir. Ola bilsin ki, əvvəlki illərdə müxtəlif səbəblər ucbatından, məsələn, Qarabağ problemi mövcud olduğu dövrdə, müxtəlif səbəblər ucbatından bütün türk dövlətləri vahid siyasi mövqe bəzi hallarda nümayiş etdirə bilmirdilər. Amma elə ki, Azərbaycan bu problemi həll etdi, əslində həm biz öz problemimizi həll etmiş olduq, həm də bu problemi həll etməklə bütün türk dünyasının inteqrasiya proseslərinə mane olan bir problemi aradan qaldırdıq. Ona görə də bu zirvə görüşündə belə təkanın bir sıçrayışın deyərdim bu inteqrasiya proseslərində müşahidə olunması məhz onunla bağlıdır ki, artıq bizim inteqrasiya proseslərini sürətləndirməyə mane olan çox da elə bir problemlər yoxdur. Qalanlar türk dövlətlərinin siyasi elitasının iradəsindən asılı olacaq və nəzərdə tutulan həmin o yekun bəyannaməsində göstərilən müddəaların hansı şəkildə, nə qədər uğurla həyata keçirilməsindən asılı olacaq. Cavanşir müəllim, təbii ki, bəyannamədə əsas məsələlərdən biri də vahid türk kimliyinin yaranması istiqamətində aparılan danışıqlardır, müzakirələrdir. Çünki bu istiqamətdə artıq addımlar atılıb və bu istiqamətdə də türk dövlətləri də maraqlıdır ki, türk xalqlarının vahid kimliyi, yəni vahid türk kimliyi olsun. Əslində Azərbaycan və Türkiyə bu addımı atıblar. Daha doğrusu bu layihəni gerçəkləşdiriblər. Amma bir də var ki, bunu ümumi türk dünyası üçün, türk dövlətləri üçün həyata keçirmək. Və sizcə bu vahid türk kimliyi icra olunarsa, burada türk xalqlarının qazanacağı nə olacaq? Əldə edəcəyi nə olacaq? Çox doğru qeyd etdiniz. Yekun bəyannaməsində bu haqda da bir müddəa var. Əlbəttə, bu da növbəti və çox sevindirici bir addımdır türk dövlətləri arasında inteqrasiya proseslərinin dərinləşməsi baxımından. Vahid türk kimliyinin yaranması, yaradılması həm məntiqlidir, həm də zəruridir. Məsələn, biz indiyə qədər ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk mədəniyyəti istiqamətində çox mühüm addımlar atılıb. Məsələn, Beynəlxalq Türk Akademiyası mövcuddur ki, bütün türk ölkələrinin tarixi ilə, siyasəti ilə məşğul olur, araşdırmalar aparır və s. Və yaxud türk dövlətlərinin parlament assambleyası mövcuddur ki, onlar türk dövlətlərinin parlamentlərində qəbul olunan qanunların bir-birinə uyğunlaşdırılmasını, sinkronlaşdırılması ilə məşğuldurlar. Və yaxud türk mədəniyyəti və irsi fondu var ki, türk mədəniyyətini bütün türk ölkələrinə tanıtmaq baxımından, tutaq ki, türk dünyasının müxtəlif bölgələrində mövcud olan adət-ənənələri, mədəniyyət nümunələrini bütün türk dünyasına bütövlükdə tanıtmaq və çünki öncə tanımalıdırlar ki, bunu özününküləşdirsinlər, qəbul etsinlər. Bu kimi təşkilatlar türk soy, türk mədəniyyətini təbliğ edən bütün türk dünyasında beynəlxalq təşkilatdır. Bu kimi təşkilatlar türk dünyasının inteqrasiya proseslərini
bir növ əlaqələndirən mexanizmlərdir. Və bu mexanizmlərin daha işləh vəziyyətə gəlməsi üçün həm də türk kimliyinin, vahid türk kimliyinin müəyyən edilməsi vacibdir. Bu ona görə vacibdir ki, türk soylu hər bir vətəndaş, yəni hər bir türk dövlətinin hər bir vətəndaşı, ona asılı olmayaraq türk soyludur və ya qeyri etnik qruplara mənsubdur. İstənilən türk dövlətinin vətəndaşı digər türk dövlətinin ərazisinə öz ölkəsi kimi girib çıxmaq imkanı olmalıdır. Və bu olduqda həm də mədəni humanitar müstəvidə insanların bir-birinə qaynayıb qarışması, mədəniyyətlərin bölüşməsi, dilin, ləhcənin bölüşməsi kimi proseslər baş verir. Bu da vahid məkanın formalaşmasına xidmət edir. Bu baxımdan bu da çox mühüm müddəadır və çox güman ki, artıq icra orqanları səviyyəsində bu məsələ müzakirə olunacaq bütün ölkələrdə və vahid bir fikrə gəlinəcək. Hansısa zirvə görüşlərindən birində bu haqda artıq yekun qərar qəbul olunacaq və biz o zaman görəcəyik ki, bütün türk dövlətlərində ya kimlik vəsiqəsi özü eyniləşdiriləcək forma olaraq və türk dövlətləri arasındakı sərhədlər aradan qalxmış olacaq. Yəni, miqrasiya sərhədləri aradan qalxmış olacaq. Söhbət inzibati sərhədlərdən getmir, miqrasiya proseslərinə, yəni qoyulan bariyerlər aradan qalxmış olacaq. Bu da çox zəruridir. Biz əgər Türk Dövlətləri Təşkilatından danışırıqsa, Türk dünyasından bütövlükdə danışırıqsa, onların arasında heç bir maneə olmamalıdır bir-birləri ilə əlaqəyə girmək üçün, ünsiyyətə girmək üçün və s. Və ona görə də bizim kimliyimiz, yəni pasportumuz da, şəxsiyyət vəsiqəmiz də eyni formada, eyni gücə malik olan, eyni imtiyazlara malik olan sənədlər olmalıdır. Yəni, mənim sənədim hər bir türk dövlətində də eyni onların sənədi kimi qəbul olunur və yaxud onların vətəndaşının sənədi də Azərbaycanda eyni Azərbaycan vətəndaşının sənədinə bərabər tutulur. Cavanşir müəllim, son olaraq bir məqama da istərdim aydınlıq gətirəsiniz. Türk Dövlətləri Təşkilatının güclənməsindən narahat olan dairələr var. Hətta onlar belə düşünürlər ki, Türk dövlətləri bu təşkilat güclənir, amma Qərbə qarşı. Ümumiyyətlə, sizcə bu cür versiyaların səsləndirilməsi nə dərəcədə doğrudur? Yəni, bu nədən xəbər verir ki, bu fikirləri də ortaya atanlar var? Bu tamamilə əsassız bir iddiadır. Biz onu dəfələrlə həm elmi müstəvidə, həm ictimai publisistik müstəvidə izah etmişik. Baxın, Türk Dövlətləri Birliyinin yaranması tamamilə əksinə, Avrasiyada vəziyyətin sabitləşməsinə, çox qütblülüyün yaranmasına gətirib çıxaracaq. Baxın, indi Rusiya-Ukrayna müharibəsi nəyin səbəbindən, hansı səbəbdən baş verir? Bir qütblü dünyaya qarşı etiraz əlamətidir bu. Yəni, dünya çox qütblü olması daha müvazinətli balans yaradır dövlətlər arasında, beynəlxalq siyasətdə. Və dəfələrlə Azərbaycan Respublikasının prezidenti də çıxışlarında deyib ki, biz Türk dövlətləri olaraq vahid güc mərkəzinə çevrilə bilərik. Və bu doğrudan da realdır. Baxın, indi Sovet dövründə iki güc mərkəzi vardı, Qərb və Şərq. Şərqi Rusiya, Sovet İttifaqı təmsil edirdi, Qərbi kollektiv Qərb. Sovet İttifaqı dağılandan sonra Avropa Birliyi, Amerika Birləşmiş Ştatları, Rusiya, Çin əsas güc mərkəzləri olaraq qəbul olundu. Və sonra Amerika Birləşmiş Ştatları həm də eyni zamanda dünyanın yeganə qütbü olduğunu iddia etdi və bütün dünyanı idarə etmək iddiasında olduğunu bildirdi. Lakin Prezident Trump'ın hakimiyyətə gəlməsi ilə bu iddiadan yavaş-yavaş geri çəkilməyə başladılar və həm də Rusiyanın Ukraynaya qarşı, əslində Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Rusiyanın Qərbə qarşı başladığı müharibədir. Birbaşa Ukraynaya yox, yəni Qərbin cəhdlərinə qarşı başladığı müharibədir. Hətta ona görə də Qərb dairələri narahatlıq keçirir. Bu da çox qütblülüyü təmin etmək üçün doğrudur, heç bir müharibəyə, heç bir səbəb yox, yəni əsaslandırmaq doğru deyil, amma Rusiyanın bu iddiasının kökündə çox qütblülüyün təmin olunması durur. Biz də çox qütblülüyün tərəfdarıyıq. Yəni bir güc və ya iki güc bütün dünyanı idarə etməməlidir. Biz özümüzü idarə etməliyik. Bəs niyə biz deyirik müstəqil siyasət aparırıq? Müstəqil siyasət odur ki, biz
Türk xalqı olaraq, Türk dövləti olaraq yalnız Türk dövlətləri çərçivəsində inteqrasiya proseslərinə girməliyik ki, Türk dövlətləri birliyi olaraq dünya miqyasında böyük siyasi güclərdən biri olaq. Və o zaman indi Rusiya ilə Avropa arasında olan deyək ki, o rəqabət biraz da genişlənir. Rusiya, Türk birliyi və Avropa arasında olur. Və artıq 3 güc mərkəzi olanda bu güc mərkəzləri hər hansı bir məsələnin müzakirəsində balanslı həll tapmağa məcburdurlar. 2 güc mərkəzi olanda, bunlar biri dediyini, o birisi qəbul etməyəndə mütləq müharibə ilə nəticələnməlidir. 3 güc mərkəzi olanda, burada artıq konsensus lazımdır və səs çoxluğu imkanı yaranır. Yəni 3 güc mərkəzindən ikisi hansı istiqaməti tutursa, üçüncüsü məcburdur o istiqamətlə hərəkət etsin. Bu baxımdan Türk Dövlətləri Birliyinin yaranması həm bu böyük Türk ərazisində sabitliyin təmin olunmasına xidmət edir, həm də bütövlükdə Avrasiya miqyasında sabitliyin təmin olunmasında mühüm rol oynaya bilər. Bunu bilirlər və bu elə-belə biz belə istəyirik demək deyil. Bu siyasi qanuna uyğunluqlardan irəli gəlir. Buna görə də bilirlər. Amma bu bəhanələr ki, Türk Dövlətləri Birliyinin yaranması güya ki, kim üçünsə təhlükədir, bu qətiyyən belə deyil. Bu əksinə dünyada təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək bir addımdır ki, bunu Türk dövlətləri atırlar, atmalıdırlar və sonda biz Türk dövlətləri olaraq dünyanın məsuliyyət, özlərinə məsuliyyət təhlükəsizlik təminatçısı kimi məsuliyyət götürən güc mərkəzlərindən birinə çevriləcək. Cavanşir müəllim, mən sizə təşəkkür edirəm. Çox sağ olun. Belə bir daha xatırladım ki, qonağım millət vəkili Cavanşir Feyziyev idi. Biz Cavanşir müəllimlə Türk Dövlətləri Təşkilatının qlobal gücə çevrilməsi barədə danışdıq.